Konuşma galiba. Sizi de kanınıza benim. Babamı öldürmek istedim. Ne bak? Vallahi görürüm. Farklı seçilmiş kaç katına şampiyonları 5 bin dolarla alışlanmaya başladı. 2025-ci il fevralın 10-da Hövsan qəsəbəsindən Sabunçu Tibb Mərkəzinin cərrahiyyə şöbəsinə ağır vəziyyətdə 1974-cü il təvəllüdlü Gülsadət Həmidova çatdırılaraq həyatı xilas olunub. Araşdırma zamanı məlum olub ki, saat 15 radələrində 270 nömrəli orta məktəbin qarşısına gələn Əfqan Atakişiyev öldürmək məqsədi ilə üzərindəki kəsici alətlə xadimə işləyən keçmiş arvadının boğaz nahiyəsinə xəsarətlər yetirib. 2025-ci il fevralın 10-da 102 mərkəzinə zəng edən vətəndaş Namiq İbadov bir qadının əri tərəfindən bıçaqlanması barədə məlumat verib. Bununla bağlı 30-cu polis şöbəsində raport tərtib olunub. Baxış keçirilməsi protokolundan görünüb ki, hadisə Hafiz Quliyev küçəsində yerləşən 270 nömrəli orta məktəbin qarşısında baş verib. Hadisə yerindən qana bulaşmış narıncı rəngli papaq və bir ədəd inşaatda istifadə olunan kəsici alət aşkar edilərək götürülüb. Cinayəti törədən 1969-cu il təvəllüdlü Əfqan Atakişiyev saxlanılıb. Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29-120.1-ci qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanılıb. İstintaqla müəyyən edilib ki, fevralın 10-u saat 15 radələrində Əfqan Atakişiyev Hövsan qəsəbəsində yerləşən məktəbin qarşısına gələrək orada xadimə işləyən keçmiş arvadı Gülsadət Həmidovanın çıxmasını gözləyib. Qadın işdən çıxdıqda arxadan yaxınlaşıb tutmaqla əsaslı səbəb olmadan üzərindəki kəsici alətlə Həmidovanın boğaz nahiyəsinə 7 dəfə zərbə indirib. Həmin vaxt məktəbin yanından keçən Cavid Cəfərov mane olduğundan və qadın vaxtında xəstəxanaya çatdırılaraq həyatı xilas edildiyindən Əfqan Atakişiyev iradəsindən asılı olmayan səbəblərə görə qəsdən öldürməyə yönəlmiş əməlini başa çatdıra bilməyib. İş üzrə dindirilmiş Əfqan Atakişiyev bildirib ki, Gülsadət Həmidova ilə 1996-cı ildən qeyri-rəsmi yaşayıb. 2009-cu ildə aralarında rəsmi nikah bağlanıb, 2 övladları dünyaya gəlib. 2024-cü ilin fevral ayında boşanıblar. Ayın 10-da səhər keçmiş arvadının işlədiyi orta məktəbə gedib. Ona evdə qalan şəxsi əşyalarını verməsini, həmçinin birgə yaşadıqları dövrdə ailəsinə sərf etdiyi pul vəsaitini toplayıb qaytarmasını deyib. Cavab olaraq Gülsadət onu söyərək çıxıb getməsini tələb edib. Ondan qəzəblənərək qadını öldürmək qərarına gəlib. Bu məqsədlə qardaşı Babək Atakişiyevlə birlikdə yaşadığı evə gedərək kəsici aləti götürüb və günorta yenidən məktəbin qarşısına gəlib. İşdən çıxan qadına yaxınlaşaraq əlindəki alətlə arxadan boğaz nahiyəsinə dəfələrlə zərbələr vurub. Bu zaman yoldan keçən tanımadığı bir nəfər yaxınlaşaraq ona mane olub və əlindən aləti alıb. Oradan uzaqlaşaraq məktəbin arxasında yerləşən kafeyə gedib araq içib və bir müddətdən sonra 30-cu şöbənin əməkdaşları tərəfindən saxlanılıb. Təqdim edin özünüzü zəhmət olmasa. Şərəfdən danışırıq. Odan 10 fevral səhər saat 11. Onun müdür razılarında 270 nömrə məktəbə daxil olmuşam. Biraz bərk uzadan. Həmidova Gülsadəti sürət çağırtmışam və ondan şəkillərini və binetkamı, bir də diş maşınlarının sənədini istəmişəm. Ondan sonra ona demişəm ki, 2 oğlanlarım var, 301 ilə oturursunuz, mənim haqqımı ödüyorsunuz. Mən onlara 1996-cı ildən 2024-cü ilə qədər kvartirant pul ödəmişəm. Sən o kvartirant pulunun toplanmış o illər ərzində vəsaitini geri qaytarılmasını istəyirəm. Bəli, onu tələb edmişəm. Onlar 2 otaqlı yerdə mənzili köçüblər. Mənim oğlum qazidir, Atakişiyev Hüseyin qazidir. 2 otaqlı yerdə köçüblər, mən keçən ayrılmışam. Rasiyə girmişəm, qayıdıb gəlmişəm ki, mənim haqqımı ödəyib. O da mənə ağır cavablar tutulan, belə əlimdən qolundan danışmaq. Mən də o yerdə sakitcə saxlamışam, çox biraz gedib.
Sonra qayıtmışam, Rezaq götürmüşəm ustaya. Burada yaxın var. Nə ustasısan? Mən bütün hər şeyini, bu bütün gördü işlər hamısı ustası. Rezaqı da hardan götürdün? Özüm heç Rezaq mən deyil, 15 il. Köhnə Rezaq deyil, orada olmazdı. Götürdün, qayıtdın. Götürdüm, qayıtdım məktəbin qarşısına. Saat 3-dən çıxacaqdı işte, 3-dən çıxdı, bunun qarşısını yenə kəsdim. Dedim, sənə mən deyirəm ki, otur oğlanlarımla, oğlanlarım uşaq olanda onlarla mən hesablaşmışım. İkisi ilə hesablaşmışım ki, ola bilər mən balaca oğlum, hamımızdan ağırladı. Ola bilər böyük oğlum ağırladı. Mən onu yenə təklif edirəm ki, uşaqlarla bir yerdə otur, qərar vermə uşaqların yerində. Tramvay müəllim dedi ki, yer atdan, dedi, qərar mən verirəm. Qərar mən verirəm. Mən onun üstündən dedim ki, onda kişi sənsən, mənəm, dedi, kişi mənəm, qərar mən verirəm, ondan sonra Vurdun. Rezaqla hara vurdun? bilmədim. Bilmədin hara vurdun. Vurdum da belə, qaçdı qabağımdan belə. Niyə vurdun? Ben əsəbini soğutdum da. Onun üçün vurdun. Hadi təmiz çıxartdı da sözü. Neçə dəfə vurdun? Bilmədim sonra. Bilmirsən. Yadında deyil. Yadında deyil. Başa düşdüm. İndi bu ifadəndə dediklərini, hazırda bizə dedikləri də, yəni ifadəni yerində yox, hadisə yerində göstərə biləcəksən? 300%. Dəqiqləşdirmə məqsədi ilə nəyi necə olubdu? Nə təbii olur. Rezaqı götürdün, bu yolla qayıtdın, düzdür? Yox, o aynen. O tərəfdən gəldin. Gözlədim ki, keçmiş arvadın Həmidova Sadət çıxsın bayrağa. Gül Sadət. Sonra nə edin? Çıxdı deyə burada saxladım onu. Yəni o beli sənə idi, belə deyim. Evet. Aha, nə edin? Çevirdin üzü üstə o. Çevirmədim, mənə belimdən. Arxadan vurdun. Arxadan boğaz nahiyəsinə. Və niyə vurdun arxadan boğaz nahiyəsinə? Ona bilmədi anladım. Beyin Beyin niyə yerindədir? Nə bilim, işləmədi də. Yox, ifadəndə bildirmişsin ki, cəzalandırmaq Cəzalandırmaq istəyir. Və cəzalandırmaq istəyirdinsə də bir təpik vurardın, döyərdin, bu cür cəzalandırardın da. Yəni sən nəyə görə şuurlu sürətdə hadisə yerindən getdin, Rezaqı götürdün, yenidən döndün hadisə yerinə, keçmiş yoldaşın Həmidova Gül Sadət beli sənə ola, yəni arxadan yaxınlaşaraq bir neçə dəfə o Rezaqla niyə vurdun? Nə bilim, Bilmirsən? cəzalandırdım bu. Elə cəzalandırdın. Elə cəzalandırdım. Sənin bu əməli törətməkdə kim saxladı? Niyə dayandırdın əməli? Bir nəfər kimsə gəldi araladı qoydu. Ona görə yekunlaşdıramadın. Gəldi qoymadı, başqa şey qoymadı, bir araladı. Tanımırdın da o adamı. Adam Gəldi səni ayırdı, Rezaqı əlindən aldı. Ona görə də başa çatdıramadın. O səni ayırmasaydı niyə edəcəydin? heç Elə bir iki dənə vurub gedəcəydin. Ümumiyyətlə məqsədin nə idi bax belə? cəzalandırırdım da o. Cəzalandırın. Sən ümumiyyətlə 32 ildir belimdə gəzirdim. Nə qalım? öldürmə niyyətin var Yox, idi nə sənin. öldürmə ya. Öldürmə olsaydı burada öldürərdi, başqa yerdə öldürərdi. Başqa yerdə harda öldü? Arada bu bura məktəb qabağı. Bəs yaxşı, Əlivi hansı şəraitdə kəsdi? Bilmirəm soydu. O yoldaşı hücum edən vaxt, keçmiş yoldaşı hücum Gəldi ki, edən onu vaxt olardı. orada kəsdi. Gəldi ki, O sənə nəsə müqavimət göstərdi? göstərdi, üzüm dadırdı. Özü üzürdü. Üzümüz qolum tutma bilmirəm. Bəs deyirsən arkası Çöldə yıxıldı da yerə də. daha sonra yıxıldı. Ətraflı danışdı. Fırlandı, aləm qarışdı bir-birinə, bildin mi başqa? Məhkəmə iclasında Əfqan Atakişiyev iddiam üzrə özünü qismən təqsirli hesab edib. Bildirib ki, özünə ev tikməkdən ötürü Gül Sadətə 1996-cı ildən 2024-cü ilə qədər ona və uşaqlarına çəkdiyi bütün xərcləri hesablayıb ona qaytarmasını tələb edib. Bu zəmində aralarında mübahisə yaranıb. Əgər hadisə vaxtı onu dayandıran olmasaydı, zərbələr vurmaqda davam edəcəkdi. Onu öldürmək niyyəti olmayıb, əks halda yaxınlaşan kimi boğazını kəsərdi. Zərər çəkmiş Gül Sadət Həmidova ifadəsində göstərib ki, 2013-cü ildən 270 nömrəli orta məktəbdə xadimə işləyir. Nigahda olduğu müddətdə Əfqan Atakişiyev ona və uşaqlarına işgəncə verib, spirtli içki aludəçisi olmaqla mütəmadi onları döyüb, təhqir edib və müxtəlif üsullarla alçaltıb. Fevralın 10-da Sadət adlı iş yoldaşı Əfqanın məktəbin qarşısında onu gözləməsini xəbər verib. Sərxoş halda olan keçmiş əri birgə yaşadıkları müddət
müddət ərzində xərclədiyi pul vəsaitini geri qaytarmasını tələb edib. Bundan əlavə, dövlət tərəfindən oğluna müharibə veteranı olması ilə əlaqədar verilən evi sataraq pulu ona çatdırmasını deyib. Cavab olaraq sərf etdiyi vəsaitin qarşısında ona qulluq etdiyini, övlad böyüdüb ailəsinə qayğı göstərdiyini bildirib. Bundan qəzəblənən Əfqan ünvanına nalayiq ifadələr işlədərək onu öldürəcəyini bildirib və oradan uzaqlaşıb. Saat 15 radələrində işdən çıxanda arxadan yaxınlaşan Əfqan saçlarından tutub yerə yıxaraq onun yaşamağa haqqı olmadığını deyib və əlindəki kəsici alətlə boğaz nahiyəsinə zərbələr vurmağa başlayıb. Əlləri ilə müqavimət göstərməyə çalışıb. Qışqırıq səsinə yoldan keçən tanımadığı şəxs yaxınlaşaraq Əfqanı ondan uzaqlaşdırıb. Bir müddətdən sonra gözlərini açanda məktəbin heyətində ona tibbi yardım göstərildiyini görüb. Daha sonra isə onu xəstəxanaya aparıblar. Zərər çəkmiş əlavə edib ki, yoldan keçən Cavid Cəfərov keçmiş ərinin hərəkətlərinin qarşısını almasaydı, sonuncu onu həyatdan məhrum edə bilərdi. Daha sonra bildirdi ki, mən sonuncunu ayırmasaydım, arvadını qəsdən öldürəcək. Bunu deyib sizə. Yox, qəsdən öldürəcək yox. Belə bir söz deyil. Xeyr, mən orada adam işlətmişəm. Təxminən 20 dəqiqə təcil tibbi yardıma qoyulmuşdu, hansı yerə gəlib. 30-cu polis şöbəsinə apardılar. 30-cu polis şöbəsinə məlum olmuş ki, kişinin adı Əfqan Ataşiyev olan şərifi oldu. Təsəvvür şəxs keçmiş arvada həmin öldürülsə də Ataş qızıdır. Həmin öldürülsə də Ataş qızı çəkdiyi şəkli araşdırmaya təbii ifadəmə əlavə edirlər. O şəkli orada çəkmişsən? Orada çəkmişdim. Ki, sübut kimi satın. Bəli. Orada polislərə görə sübut kimi. Aydındır. Sual verir ki, ifadənizdə göstərir ki, Əfqan Ataşiyevin Gülsada Təmidovaya əlindən almasaydınız, sonuncu keçmiş arvada öldürəcəyini deyirsiniz. Bu barədə nə deyirsiniz? Siz deyirsiniz ki, bəli, mən Əfqan Ataşiyev əlindən rəzət almasaydım, sonuncu keçmiş arvada Gülsada əlindən qəsd öldürəcəkdir. Həmin fikir, hətta Əfqan Ataşiyev özür bildirir. İfadəni qeyd söz və söz, sənə görə missiyan yardımcı qaldı. İmkan vermədim. Mən onu öldürməliydim fikirlərini məndə. Öldürməli sözünü oradan yana. Mən öldürməliydim hissəsini deyil. Amma missiyan yardımcı qaldı. Bəli. Və hətta o söz əməliyyatçıların yanında da oldu bölmədə. Siz arkada 5 mərtəbəli düzdür. 5 mərtəbədən gəlirsiniz. Bir-birdə məktəbədən. Bəli, məktəbədən. Mən işdən çıxıb evə gedirdim. Məktəbə tərəf gəlirdiniz. Hadisə də düz məktəbə var. Bunu mən görüb onu danışır. İndi sualım nədir? Mənə gələn abriqon var abi. Abriqon 99% hamısı. Sualım nədir kişiyə? Ataçiyev, sualım, o misyan yarımçıq qaldı. Belə bir söz işlətmişsiniz. Sərxoş olmuşsunuz da mı? Yanımda bölgərkən də işlətmişəm. Bilmirəm. Yadda deyil. O Rezakla bağlı. Mən əxlaqsız söz işlətmişəm. Nəfərov, Rezak var dediğinden. O Rezak itiydi, yoxsa nətər bir şeydi? Yox, elə bir itimi yox idi. Əgər o Rezak iti olsaydı, heç bugünkü gözələr çəkən burada. Rezak'a aldığın əlindən? Rezak'a aldığın əlindən. Niyə bir söyle? Tulladın orada deyil. İsa etseniz razısınızdır. Siz şahitsiniz, dəvət olursunuz, bilə və ya ifadəyə imtina etməyəcəksiniz, taşmanızda da xəbərli olursunuz. Ataşişi tanıyırsınız? Nə kimi tanıyırsınız? Kimdir? Bir yerdə işləmişsiniz. Bəs Həmidovaları tanıyırsınız? Gülsadə. Gülsadə tanıyırım da, yəni Ataşiyev ayda. Biləm ki, Ataşi, onu tanımırsınız. Gülsadəti tanıyırsınız. Sayın, siz xəsarət necə yetirildiyindən gördünüz? Görmüşüm. Valideyn gəldi, mənə xəbər verdi. Dedi ki, sizin o, unuttum, bizim məktəbin şagirdin anası yoldan qaçısı gəldi yanıma ki, sizin işçini yolda kişi boynunu kəsin. Mən də dedim ki, işçi indi bir iki işimiz çıxmışdan da, o düşündüm ki, hansı, yəni o bir qızı düşünmüşdüm daha doğrusu. Çünki gördüm ki, o sadət gəldi oradan. Yəni, özümlə nesini görmüşdüm. O sizə xəbər edəndə, siz çıxanda gördünüz ki, gördüm yaxından Gülsadət girmiş. Özü gelir. Bu şəxsi Eləsmə, sual verəcəksiniz. O şəxsi gördüm. Gördüm necə? O şəxs qapıdan səhər keçmədi. Qapıdan çöldə dayandı. Gülsadət qapıdan keçdi. Biz Gülsadətə yardım göstərməyə çalışdıq. Bu şəxsin də yanında kimsə də var idi, bir kişi idi. Onu saxlayırdı və yaxud da ki, nəsə, yəni ikisi oradaydılar. O bir yana ya Gülsadətə yaxınlaşmadı, ya qapıdan keçmədi. Həmidova, sualınız var. Düz danışır. Sualınız var, müdafiəsi buyurun. Seyis xanım, dedi saxlayır Əfqanı. Bu həqiqətən saxlayırdı, yoxsa Əfqan sərbəst? Yəni onlar yox, yan-yana aydılar orada. Yəni mənim diqqətimi Əfqan təşkilat cəhd göstərmir? Yox, göstərmir. Yox, oradan keçməyib, qapıdan səhər keçməyib. Onu mən görməmişəm. Gülsadə xanımda hadisədən sonra olmuşsunuz.
da şahid. Bəli, bəli. Orada hər hansı bir ifadə işlətmədilər ki, yoldaşı məni öldürür, bu söhbətlər oldu. Gülsədət özü o qədər qorxmuş ki, Gülsədəti mən hayırdım ki, Gülsədət danışsın, görüm, özündə də oluşub, Gülsədət heç nə demir. Sakit baxır dərəcə. Əfqanda sərbəst durmuşdu orada. Yəni, o qədər ona mən axı Gülsədəti... Yəni, Əfqanda təzyiq yox idi, təkrar müsadilə edilmək. Yox, o qapdan içəri keçilir, mən görmüşəm. Sualım var. Xeyr. Yoxdur. Deməli, istintaqda ifadə verirsiniz, düz verirsiniz. Dərhal məhkəmənin həyətinə çıxdım, Həmidovanın üzərində nazirə görünüm olmuş vəziyyətdə daxil olmasını görürüm. Bu zaman sorunun keçmiş əli soyundan əfqalaşı olmasını mənəmişə, üzrə sədər Gülsədət Həmidovanın yaşamaq haqqı olmadığını, bizim soruncuya kömək etməyin. Onu kömək eləməyin, onun yaşamaq haqqı yoxdur, belə bir söz işlətdi. Amma yəni yaxınlaşıb gəldi. Burada yazmışsınız ki, yaşamaq haqqı yoxdur. Bizim soruncuya kömək etməməyinizi, Həmidovanın ölməyə layiq olduğunu, sonuncunu Gülsədət həm də öldürəcəyə bağlıdır. Belə bir sözlər deyil, siz sadəcə eşitmişsiniz ki, hadisədən sonra məktəbin həyətinə girəndə Əfqan açıq qışqırıb ki... Səsini eşitmişim də, hə. Oradan biz onu... Onu ölməlidir, yaşamaq haqqı yoxdur, filan. Bu sözləri eşitmişsiniz də? Hə, onu eşitmişim, amma içkili, dedilər içkilidir də, yəni. Qan gördünüz, həmin dövlədə? Bəli, qalın şoket var idi, yəni. Siz nə tip bir yardım göstərdiniz? Mən ona əl vermişim, çünki mən tip bacısına yaxınlaşdım ki, tip bacısı gəlsin, yardım göstərsin. Başqa sual var mı? Var suallar. Buyur. Siz o xanımın neçəyə tanıyorsunuz? Mən işlədiyim vaxtdan bəri tanıyıram. Neçəyə? 8 il, 7 il işləyim. Mən onu neçəyə tanıyıram? Sual nədən ibarətdir? Sual anlar ki, o məsələdən qəşəng olmalıdır. Sualın yoxdur, aydındır. Şahid Hüseyn Atakişiyevin istintaq zamanı verdiyi ifadəsinə əsasən, atası Əfqan Atakişiyev çox pis valideyndir. Mütəmadi spirtli içki içib, ailə üzvlərini təhqir edib, atasının həbs olunması onların rahat yaşamasına imkan yaratıb. Fevralın 10-da BBC zəng edərək atasının anasına hücum etdiyini xəbər verib. Əvvəl anasının döyüldüyünü güman edib. Qardaşı ilə birlikdə məktəbin qarşısına çatanda anasının Sabunçu xəstəxanasına aparılmasını öyrənib. Bundan sonra bilib ki, atası anasına kəsici alətlə ağır xəsarətlər yetirib. Son söz hüququndan istifadə edən Əfqan Atakişiyev əməlindən peşman olduğunu bildirərək məhkəmədən ona ədalətli cəza verilməsini xahiş edib. Məhkəmə qənaətə gəlib ki, istintaq orqanı tərəfindən Əfqan Atakişiyevin əməli Cinayət Məcəlləsinin 29-120.2.2-ci xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd və 221.3-cü xuliqanlıq silah və silah qismində istifadə olunan əşyalarla törədildikdə maddələri ilə düzgün tövsif edilib. O həmin maddələrin sanksiyası həddində qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 2025-ci il oktyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə Əfqan Atakişiyev 15 il 3 ay müddətinə azadlıqdan məhrum olunub. 2024-cü il iyulun 17-si səhər saat 6-da 102 mərkəzindən 13-cü polis şöbəsinə 1990-cı il təvəllüdlü Turan Şəkərovun Bakıxanov qəsəbəsində fəaliyyət göstərən kafedə döyülməsi haqqında məlumat verilib. Sabunçu tibb mərkəzinə gətirilən zərər çəkmiş təcili yardım briqadası ilə ayın 20-sində Respublika Neyrocərrahiyyə xəstəxanasına aparılıb, lakin göstərilən müvafiq tibbi yardımlara baxmayaraq orada keçinib. 2024-cü il iyulun 17-si səhər saat 6 radələrində 102 mərkəzinə zəng edən 1990-cı il təvəllüdlü Turan Şəkərov Bakıxanov qəsəbəsində yerləşən kafedə tanımadığı şəxs tərəfindən döyüldüyünü bildirib. Təxminən saat 8 radələrində o başın kəsilmiş yarası diaqnozu ilə Sabunçu tibb mərkəzinə yerləşdirilib. Xəstəxanaya yollanan 13-cü polis şöbəsinin əməkdaşlarına Turan Şəkərov deyib ki, gecə saat 2 radələrində kafeyə gedərək pivə içib, bir qədər sonra orada mübahisə düşdüyünü görüb çölə çıxmaq istəyərkən naməlum şəxs ona yaxınlaşıb əlindəki küt alətlə başına zərbə endirib. Baxış keçirməsi protokolundan görünüb ki, hadisə Bakıxanov qəsəbəsi Rüstəmov küçəsi
-25 ünvanında yerləşən kafedə baş verib. Sabunçu rayon polis idarəsinin istintaq şöbəsində başlanan cinayət işi istintaqın davam etdirilməsindən ötürü rayon prokurorluğuna göndərilib. Məhkəmə tibbi ekspertizasının rəyinə görə Turan Şəkərovun ölümünə alın sümüyünün açıq qəlbəli sınığı və beyinə qan sızması səbəb olub. Avqustun 13-də şübhəli şəxs qismində 2002-ci il təvəllüdlü Elnarə Əliyeva saxlanılsa da, 2 gündən sonra kifayət qədər əsas olmadığından o həbsdən azad edilib. Ayın 17-sində cinayət məsuliyyətinə 1970-ci il təvəllüdlü Musa Musayev cəlb edilib. İstintaqla müəyyən edilib ki, iyulun 17-si saat 5 radələrində sərxoş vəziyyətdə olan Turan Şəkərov kafenin işçiləri ilə mübahisə edib. Yanında olan tanışları tərəfindən həmin obyektdən çölə çıxarılandan sonra Turan Şəkərovun nalayiq ifadələr işlətdiyini görən Musa Musayev əlindəki əsa ilə onun baş nahiyəsinə zərbə vurub. Ağır xəsarət alan zərər çəkmiş təcili tibbi yardım briqadası ilə Sabunçu tibb mərkəzinə, 3 gündən sonra isə oradan Respublika Neyrocərrahiyyə xəstəxanasına aparılıb. Göstərilən tibbi yardımlara baxmayaraq Turan Şəkərov ayın 20-si saat 16:20-də orada vəfat edib. İş üzrə dindirilmiş Musa Musayev bildirib ki, Bakıxanov qəsəbəsində yerləşən kafenin yanındakı sexdə usta kimi çalışıb. Ayın 16-sında axşam iş yerinə gedib. Səhər saat 5 radələrində kafedə işləyən Ellad adlı qadın yanına gəlib deyib ki, içəridə olan müştərilər mübahisə edirlər. Ondan xahiş edib ki, gəlib onları sakitləşdirsin. Düzəltdiyi əsanı da götürüb, həmin xanımla kafeyə daxil olanda görüb ki, Müşfiq Abbasquluyevun yanında 30-35 yaşlarında olan tanımadığı şəxs başqa masada yerləşmiş Elnarə adlı qadınla dalaşır. Onlar pul üstündə mübahisə ediblər. Müşfiq Turan adlı oğlanı qucaqlayıb kafedən bayıra çıxarıb. Elnarə ardınca da o çölə çıxıblar. Heyətdə Elnarənin əlləri ilə Turanı itələdiyini və sonuncunun yıxıldığını görüb. Həmin şəxs ayağa qalxıb söyüş-söyərək qadının üstünə getmək istəyəndə əlindəki əsa ilə onun sinəsindən itələyib. Sonra həmin əşya ilə başına zərbə vurub. Müşfiq və tanımadığı şəxs Turanı kafenin qarşısından uzaqlaşdırıb, yolun əks tərəfində yerləşən marketə tərəf aparıblar. Bundan 2 saat sonra Turan Şəkərov postpatrol xidmətinin əməkdaşları ilə birlikdə hadisə yerinə gəlib. Turan polislərə bildirib ki, onu kafedə pulunu oğurlayan qız vurub. Elnarə də onu vurduğunu etiraf edib. Polis şöbəsinə dəvət olunan Elnarə Əliyeva bir neçə saatdan sonra qayıdaraq bildirib ki, onu sərbəst buraxıblar və izahatını almayıblar. Bundan sonra o çıxıb öz evinə gedib. İş üzrə ikinci dəfə dindirilmiş Musa Musayev bildirib ki, Turan Şəkərovun başına qəsdən zərbə vurmayıb. Ola bilər ki, ölümünə səbəb olan xəsarət Elnarə Əliyeva zərər çəkmişi itələyən zaman başına ağaca dəyməsi nəticəsində yaranıb. Şahid Müşfiq Abbasquluyev ifadəsində göstərib ki, Musa əlindəki baş hissəsi qartal quruluşlu əsa ilə Turanın baş nahiyəsinə bir dəfə zərbə vurub. Bundan sonra onlar Turanı və Musanı kənara çəkərək davanın başlanmasına mane olublar. Supermarketin qarşısında dayanıb söhbət edərkən Turan 102 xidmətinə zəng vuracağını deyib. Musadan başqa Turana heç kim xəsarət yetirməyib. Şahid Elnarə Əliyeva ifadəsində göstərib ki, Turan adlı şəxs ona otelə getməyə təklif edib, amma o buna etiraz edib. Sərxoş halda olan Turan onu söyərək keçib öz masasında oturub. Səs-küy saldığı üçün Müşfiq və daha 2 nəfər Turanı çölə çıxarıblar. Bir neçə dəqiqədən sonra qayıdaraq bildiriblər ki, Turanı vurublar, lakin o həmin şəxsin kim tərəfindən vurulması ilə maraqlanmayıb. İlkin ifadəsində Turanı itələdiyini və başına ağaca dəydiyini göstərib, amma əslində belə bir şey olmayıb. Turana başqa şəxs zərbə vurub, onu tanımır. Qulaq as, sən stola kim yaxınlaşdı? Zərər çəkən adam. Rəhmətə gedən adam. Hə. Mənim stoluma yaxınlaşdı, mənim stoluma Müşfiq yumruqla vurdu ki, mənim qonağımı hörmətsizlik eləyə bilməzsiniz. O yaxınlaşanda Müşfiqlə dalaşa çıxdılar çölə. Çölə çıxanda dallarımla çıxdım, baxdım ki, o adamın cibində kaşlıq var. Dedim, bir də Müşfiq kaşlıq aparar. Dallarla çıxdım, baxdım ki, bura bunu həyatını keçdilər. Sağ ol. Daha mənim heç nədən xəbərim olmadı. Bir də o vaxt bildim ki, saat 4 iradələri idi. Sizin postpatrol maşınlar, əməliyyatçılar gəldi ora.
Əməliyyatçılar gələndə həmin adamı düşürəndə həmin adam qalxdı ki, məni burada vurdular. Deyəndə Elnarə adlı qız çıxdı dedi ki, mən vurmuşam Peysər səni. Yenə də olsa yenə də vuraram. Həmin momentdə də Elnarə çiynini göstərdi ki, sən mənim çiynimi kəsmisən. Dedi, nə ilə vurdu? Dedim, bilmirəm. İtəliyib, nə eləyib. Amma Elnarə dedim, mən vurmuşam. Dedim, həmin dəqiqədə Elnarə, postpatrollar həmin oğlanı götürüb apardılar geri. Geri qaytarıb aparanda Elnarə dedim, maşına mindi, onun dalından 13-cü bölümüyə getdi. 13-cü bölmədə də Elnarənin izahatını götürmədilər ki, içkilisən, get sabah gələrsən. Mənim bildiyim bu qədərdir. Mən daha heç nə bilmirəm. Ailə, gör nə deyirəm? Bir nəfərdən danışdım, deyib səninlə söhbət gedir. Deyirlər ki, güya orada şahidlərin hamısı, elə bir sən də, məsələn də, indi kim orada ifadə verib bu. Hamısı güya deyib ki, bəs hamı güya deyib ki, Musa orada olubdu, Musa eləyibdi. Məndən soruşur eləməyiblər. Haycan? Nə də məndən soruşmayıblar, nə də mənim izahatımda yazılmayıb. Sən dəqiq izahatında yazıbsan, nə yazıbsan ki? Dəqiq, mən yazmışam ki, Skorpion adlı yerdə işləyirəm. Müdiriyyətimdə Xəyyamdır, Cahangir adı Xəyyamdır axırı. Mən deyirəm, mən görməmişəm, oğlan deyir ki, sən gitsən deyir, yenə ciddiyalar danışsan. Musa deyir, mən eləmişəm, necə deyir, görməmişəm. Yox, Musa ifadə də verdi ki, mən niyə işinə yoxdur. Sən qulaq as, sən dəqiq nə yazıbsan ərzəndə? Demişəm də gördüm ərzəvi. Yox, ərzəvi gördüm deyəndə orada bir sənin nətəri dedilər ki, qız itələmək zat belə oldu da söhbət bildin nətəri. Tam ətraflı ərzəvi mavi vermirlər də. Demişəm ki, mən itələmişəm. Nətəri? Birinci dedim ki, mən eləmişəm. O kişi oraya varanıb, mənə birisi yolladılar. Varanıqdan zaten ölmək temasını zaten biləyindən sonra etdim ki, ondan qabaq da demişdim, müşü gətirib onları oradan. Yox, izahatında sən nə yazıbsan dəqiq? Ondan sonra səhətdə yazdım ki, müşü ilə girmişlər içəri oturdular. Ondan sonra dava düşəndən sonra müşü gördü ki, səsküzdə davadır. Kapıda dava düşməsin deyə müşü onların qolundan tutdu, həmin ölən oğlanı. Qolundan tutdu, çıxartdı sonra. Ondan sonra da gəldi ki, oğlanı vursun, oğlanı başı başladı. Bildim. Yəni, sən dəqiq ərzən budur da. 100%, onu etməyib, Məhkəmə iclasında Musa Musayev çəkiliş aparılacağı təqdirdə ifadə verməyəcəyini söyləyib, əməlindən peşman olduğunu bildirməklə ona yüngül cəza təyin edilməsini xahiş edib. Zərər çəkmiş şəxsin hüquqi varisi Mirzə Bala Şəkərov ifadəsində göstərib ki, iyul ayında Moskva şəhərində olub. Hadisə barədə Yeznəsi zəng edərək xəbər verib. O, Musayevdən şikayəti olmadığını, barışıq məqsədi ilə təqsirləndirilən şəxsin nümayəndəsi tərəfindən ona 25.000 manat pul verildiyini bildirib. Məhkəmə qənaətə gəlib ki, Musa Musayeva Cinayət Məcəlləsinin 126.3-cü qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda maddəsi ilə cəza təyin edilməlidir. Məhkəmə 62-ci maddəni tətbiq etməklə ona nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının daha aşağı həddindən də az cəza təyin edilməsini məqsədə uyğun hesab edib. 2025-ci il dekabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə Musa Musayev 5 il müddətinə azadlıqdan məhrum olunub.